Çempionlar Liqasının finalında favorit kimdir? Fransanın ənənəvi çempionu olan PSG, yoxsa 22 illik çempionluq həsrətinə son qoyan Arsenal? Siz kanalımıza abunə olun, biz isə bu fantastik görüşün analizinə keçək. Əlbəttə ki, dostlar, ilk öncə analizə keçməmişdən əvvəl biz Arsenal azarkeşlərini nəhayət ki, layiq olunan İngiltərə çempionluğu ilə təbrik edirik. Çünki Arsenal əslində Arteta'nın rəhbərliyi altında inanılmaz fantastik bir iş görürdü. Arteta özü böyük bir təzyiq altındaydı. Əminəm ki, Arsenal azarkeşləri də özü bu təzyiqi bir azarkeş kimi də hiss edirdilər. Amma əlbəttə ki, belə hekayələrin uğurla bitməyi çox vacibdir. Mövsümün əvvəlində əlbəttə ki, Arteta'nın qabağında Gyökeres'in transferindən də sonra belə bir seçim qoyulmuşdu ki, ya bu il komandaya titul qazandırmalıdır, ya da ki, getməlidir. Amma etiraf edək ki, Arteta'nın getməyi çox pis olardı. Çünki Arteta doğrudan da gördüyü işlə həm ötən mövsüm, həm ondan əvvəlki mövsüm çempion ola bilərdi. Sadəcə olaraq müxtəlif faktorlar bunun qabağını aldı. Lakin bu dəfə bütün o faktorları həll edərək Arsenal 2 eyni səviyyəli komanda yaratmağa müvəffəq oldu və layiqli olaraq İngiltərə çempionu oldu. İndi maraqlı bir sualdan ibarətdir ki, necə ki İngiliscə belə bir misal var ki, pis şeylər nadir hallarda tək-tək gəlir, eyni şeydə yaxşı şeylər də tək-tək nadir hallarda gəlir və kim bilir, Arsenal tarixi dublun astanasındadır və əlbəttə ki, bu Arsenala həm Çempionlar Liqasını ilk dəfə qazandıra bilər, həm də ki, ümumiyyətlə fantastik bir 2025-26-cı il mövsümü yaşamasına səbəb ola bilər. Lakin komandanın qabağında həddindən artıq güclü, bu dəqiqə Çempionlar Liqasının belə bir növ sahibi olan PSG durur. PSG mövsümə çox yavaş-yavaş girsə də, mövsümün ikinci yarısında öz formasını bərpa eləməyə başladı və individual mükəmməllik plus Luis Enrique'nin də təcrübəsi və hətta bu sözə deməkdən çəkinmərik dühası sayəsində PSG finala da gəlib və finalda bir mənalı olmasa da belə aralarında 55-in 45-i olmaq şərti ilə əlbəttə ki, favoritdir. Gəlin komandaların taktikasından danışaq. Biz kifayət qədər geniş şəkildə danışmışdıq ki, PSG necə hücum edir, Arsenal necə hücum edir və müdafiə olunur. Burada bir növ mükəmməl hücum komandası ilə çox effektiv müdafiə komandasının duelidir. Bir növ iki əks qütbün qarşılaşması baxımından biz bu dueli bir mənalı olaraq Bavariya München Real Madridə müqayisə edə bilərik. Amma onlardan fərqli olaraq burada hər iki komanda bir-birinə daha yaxındır oyun planı baxımından. Belə ki, PSG-dən danışarkən xatırlayırsınızsa, biz bildirmişdik ki, komanda əgər burada PSG-ni göylər götürəriksə, komanda build-up'ını 3 futbolçu ilə edir. Adətən build-up'a kömək üçün Vitinha gəlir. Vitinha mərkəz müdafiəçilərin arasında yerləşir və onun üstündə hücumun fazasından asılı olaraq Fabian Ruiz və ya João Neves dura bilər. Amma ən əsas məqam əlbəttə ki, PSG-nin cinahlarında baş verir. Belə ki, Nuno Mendes sol cinahı özünə götürür, sağ cinahı ümumiyyətlə tamamilə Əşrəf Hakimi bağlayır. PSG-də Luis Enrique'nin vəzifəsi ondan ibarətdir ki, bu sahədə mümkün qədər boşluq olsun və bu sahədə mümkün qədər az rəqib olsun ki, PSG-nin o floaters deyirlər İngilizcə, bundan üzən oyunçuları, sərbəst hərəkət edən oyunçuları istədiyi dinamikada topa sahib olaraq öz yaradıcılıqlarını göstərə bilsin. Və bunda necə müəyyəsər olur? Əlbəttə ki, iki cinah mümkün qədər aralanır. Bu aralanmada Əşrəf Hakimi əgər sağ cinahda buna məsuliyyət daşıyırsa, sol cinahda bu sol cinah vingeri olan Xviça Kvaratskhelia və ya bəzi hallarda Kvaratskhelia yarım cinaha düşəndə bu funksiyanın öhdəsindən Nuno Mendes gəlir. Digər yandan Osman Dembele'nin də, yəni nominal 9 nömrənin də mümkün qədər aşağı düşməyi lazımdır ki, yəni Arsenal aşağısına, özlərinin yuxarısına qalxmağı lazımdır ki, rəqibin də iki müdafiəçisi ən azından onunla düşür və belə gördüyümüz boşluq yaranmağa başlayır. PSG bu boşluğu əldə etdiyi halda inanılmaz güclüdür, inanılmaz effektivdir. PSG-nin daha bir yolu, biz Bavariya München videosunda demişdik ki, əgər komanda man marking, yəni adama məruz qalarsa, misal üçün burada əgər Kvaratskhelia ilə Nuno Mendes kombinə edirlərsə, bu zaman oyunculardan biri aşağı düşür, topu almaq üçün digəri isə yuxarı qalxır və nəticədə onları tutan iki futbolçunun başı qarışır. Biz bunun ifrat dərəcəsində Bavariya olduğu kimi gözləmirik. Çünki Bavariya man marker komandadır. Arsenal isə bir qədər bloka oturmağı sevir. Gəlin ani olaraq Arsenalın blokunu başa düşək. Arsenal 2000-lərin ortaları, yəni harca 14-17-ci illərdə Diego Simeone'nin yaratdığı komandanın belə həsəd aparacağı səviyyədə orta bloka 4-4-2 ilə oturmağı bacarır. Arsenal bu 4-4-2 blokunda olsa da komandanın öz qapısına sıxmaq olduqca müşkil bir işdir. Bu həddindən artıq çətin bir şeydir. Amma
Bəzi hallarda biz bunu hətta İngiltərə çempionatının outsideri Wolverhampton'dan da görmüşdük. Ona görə də Arsenalın bu təzyiqə cavabı əlbəttə ki, meydan ortasındakı olan dueli uduzmamaq olacaq. Gəlin qısaca başa düşməyə çalışaq ki, Arsenalın üstünlükləri nədir, PSG-nin üstünlükləri nədir və bunlar bir-birinin üstünə necə düşür və komandalar bir-birlərini necə cəzalandıra bilərlər. Arsenal Avropanın ən kompakt, ən effektiv müdafiə klubudur. Komanda bu mövsümdə İngiltərənin 38-ci turunu biz nəzərə almırıq. Hələ ki, bütün turnirlərdə 32 clean sheet-ə malikdir, yəni 32 maçda qapısından gol görməyib. Bu maçların 9-u Çempionlar Liqasına təsadüf edib. Bundan əlavə komandanın qapıçısı, hansı ki bu arada əgər adam-adam müqayisə etsək, Safonov üzərində Raya böyük bir üstünlükdür. Qapıçısı və müdafiə xətti həddindən artıq effektivdir. Çempionlar Liqasında Arsenal qapısına buraxdığı hardasa 11 yarım XG-dən, yəni 12 qoldan faktiki cəmi 6-sını buraxıb. Yenə də burada komanda müdafiə xətti ilə Raya'nın xüsusi əməyini qeyd etmək lazımdır. Digər tərəfdən bütün turnirlərdə Arsenalın qapısına penalti təyin olunmayıb. Biz gözə götürmək istəmirik burada azarkeşləri və qırmızı kart hələ ki olmayıb. Müqayisə üçün gəlin iki komandanın Çempionlar Liqasındakı qol və buraxılan qollar detalına baxaq və bu statistika bizə göstərir ki, PSG 44 qol vursa da 22 buraxıb, Arsenal isə 29 vurub qapısında 6 qol görüb. Və burada da maraqlı məqamlardan biri odur ki, PSG öz qapısına duran yerdən qol gətirməyi sevən komandadır. Bu bir neçə məqamda baş verir. Bunlardan biri tipik olaraq taktiki individual səhvlərdir. Məsəl üçün Chelsea-nin vurduğu qolda həddindən artıq asan bir qoldur, məşq qoldur. Bunun vurulması səbəbi ona ibarətdir ki, Barcola elementer olaraq öz oyunçular aşağı düşməlidir. Maçın əvvəlidir. Onun başını buraxır Barcola və nəticədə Chelsea fərqlənir. Digər məqam isə biz bunu azarkeş kimi çox görmürük, ancaq analiz edəndə görürük. PSG həm özünə meydanın aid olan 1/3-də, həm ortada anormal şəkildə topları itirməyə meyllidir bəzi hallarda. Baxmayaraq ki, bəlkə də Avropanın ən dinamik, elastik yarım müdafiəsinə malikdir və topları itirəndə komandakı hücuma keçid futbolunda olur. Komandakı build-up'ını 3-1-6 edir və 6 nəfər yuxarıda olduğuna görə, yuxarı mövqelənmədə olduğuna görə komanda həddindən artıq təhlükəli epizodları öz qapısında buraxır. Bu mövsüm 22 belə zərbə görüb qapısında və bu 22 zərbənin 7-si qolla nəticələnib ki, bu da sizə təhlükənin nə qədər böyük olduğunu göstərir. Digər tərəfdən PSG-nin standartlarda bəzən problemi olur. Bunun da əsas səbəblərindən biri Safonovun duran toplarda, yuxarı toplarda belə o qədər də inamlı olmamasıdır. Belə ki, PSG bu mövsümdə 4 qolu standartlardan buraxıb. Məsələn, indi biz onlardan birini Sportinglə maçda görürük. Arsenalda isə bütün turnirlərdə cəmi standartlardan buraxdığı bir qol var və bütün turnirlərdə Nicolas Jover adı hallanmalıdır. Çünki Arsenal 22 qolu birbaşa kornerlərdən vurub. PSG-nin xeyrinə olan ən böyük argumentlərdən biri əlbəttə ki, komandanın individual baxımından, yəni dünyanın ən yaxşılarından biri olması və dünyanın ən yaxşı məşqçisi bəlkə də tərəfindən çağırılmasıdır. Belə ki, Arsenalda da iki rejim var. Hardasa Arsenal uzun müddət oyunu quruda bilər. Lazım olanda Bavariya Münchenlə biz liqa fazasında bunu gördük. Rəqibi sıxıb layiqli qələbə qazana bilər, amma PSG bu iki rejimdə daha elastik oynaya bilir. PSG rəqiblə başa-baş gülləbaran oyun oynaya bilir. Man markinglə, mövqe futboluyla oynaya bilir, amma eyni zamanda lazım olduğu halda biz bunu Bavariya ilə yarımfinalın cavab görüşündə gördük. Avtobus parkovka edərək, hətta 6-3-1 taktikası ilə belə müdafiə olunaraq rəqibi boşluqdan məhrum edə bilir. Bax, Arsenalla ötən il etdiyimiz videoda biz bildirmişdik ki, Arsenal PSG-nin erkən partlayış hücumu və qolundan özünü qorumalıdır. Təəssüf olsun ki, Emirates-də olan oyunda Usman Dembele ilə 4-cü dəqiqədə erkən əks hücumdan qol vurdu və bu da böyük ölçüdə cütün taleyini həll etdi. İndi də Arsenal bundan özünü qorumalıdır. Bəli, bir tərəfdən Arteta öz üzərində bunu öyrənib. Həmin qola bir daha baxaq. Çünki bu qolu mən fərqli aspektdən də göstərmək istəyirəm. Amma eyni qolun analogiyasını PSG hardasa Bavariya Münchenə də vurdu. Burada da ötən mövsüm Arsenal maçda olduğu kimi hücum sol cinahdan Xviça Kvaratskhelia mövqeyindən gedir və əlbəttə ki, o mövqeydən sonra qol gəlir. İndividuallardan danışdığımızda əgər bir nəfərin adını çəkəcəksə, bu da Xviça Kvaratskheliyadır. Xviça Kvaratskhelia da artıq 10+5-dir və onun 7+2-sini adam Çempionlar Liqasının play-offunda edib. Xviça fantastik bir formadadır və onu Arsenalın sağ cinahı necə neytrallaşdıracaq? Bu özlüyündə olduqca maraqlı bir sualdır. Bizim gözləntimiz ondan ibarətdir ki, yenə də Arsenalın Atletico ilə maçda olduğu kimi bəlkə Rice sağa düşərək müdafiədəki həmkarına Ben White əgər zədəsini düzəldirsə, Julian Timberə kömək etməyə çalışacaq. Çünki PSG bu elementdə şahanədir. Arsenal xüsusilə PSG-də Osman Dembele'nin mövqe dəyişməsinə və hərəkət trayektoriyasına fikir verməlidir. Çünki ötən mövsüm cavab görüşdə buraxdığı
Arsenalın qollarından biri məhz Osman Dembele'nin hərəkətindən baş vermişdi. Digər tərəfdən PSG Avropada 1 nömrəli komandadır. Rəqibin 1/3-də rəqibdən topu alıb həmən qol epizodu yaratmaqda. Çünki PSG keçiddə inanılmaz brutal və effektiv ola bilər. Nəzərə alsaq ki, hücum futbolçuları daima yerini rotasiya ilə dəyişir. Misal üçün sağ cinah vingeri Barcolanı bəzən rotasiya ilə Xviç əvəz edə bilər. Bəzən Barcola və ya Desire Doué Xviçanın cinahına gələrək orada cinah yüklənməsi yarada bilər, hansı ki rəqibə şok effekti yaradacaq, hansı ki sayəsində PSG ilk maçda Bavariya 2 qolu yaratdı. Və son olaraq əlbəttə ki, əgər biz yarım müdafiəyə gəlsək, Arsenalın yarım müdafiəsi inanılmaz atletikdir. PSG bu atletizmə həssas olsa da öz yarım müdafiəsi dünyada ən yaxşıdır. Yəni nə mənada hər iki oyunçu, həm Joao Neves, həm Vitinha təzyiqdən çıxmaqda fərqli şəkildə mütəxəssisdirlər. Eyni zamanda orta blokları yarmaqda çox peşəkar futbolçular, yəni inanılmaz istedadlılar. Yəni bu da ona xəbər verir ki, Arsenal bu maçda hesabda geri düşəcəyi təqdirdə çox ciddi problemlər yaşaya bilər. Düzdür, ötən mövsümdən fərqli olaraq bu dəfə PSG-də Donnarumma yoxdur qapıda, amma PSG bura qədər gəlib çıxıbsa, Arsenal bu elementlə risk etməməlidir. Çünki Arsenal özü qol vuracağı təqdirdə qapanaraq PSG-ni əks hücumlarda cəzalandırmağa cəhd edə bilər. Ona görə də bizim düşüncəmiz ondan ibarətdir ki, bir qol burada hər şeyi həll etməsə də vurula biləcək erkən qol maçın dinamikasını kökündən dəyişəcək. Siz necə fikirləşirsiniz? PSG çempionluq titulunu qoruyacaq, yoxsa Çempionlar Liqası Arsenalın qismində yeni sahibinə qovuşacaq? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videoları buraxmayasınız.